Salam əziz şagirdlər, 9 noyabr tarixində ödənişsiz sınavlar qrupumuzda paylaşdığımız sınavımızın suallarının izahlarına baxırıq. Birinci sualda deyir ki, 38 ilə 118 arasında 3-ə qalıqsız bölünən neçə tam ədəd var? Əvvəlcə baxaq, 118-dən kiçik 3-ə bölünən ən kiçik ədəd, ən böyük ədəd neçədir? Deməli, bu olacaq 117. 117. 38-dən böyük 3-ə bölünən ən kiçik ədəd neçədir? Bu da olacaq 39. 3-ə bölünən deyirsə, bölürük 3-ə və üzərinə 1 gəlirik. Çünki həm 117, həm 39 bədəllər sırasına daxildir. Olacaq, deməli, 117-dən çıxırıq 39-u, 17-dən 9 çıxırıq 8, 10-dan 3, 7. Bölürük 3-ə, üstünə gəlirik 1-i. Bərabər olacaq, 78-i 3-ə böləndə 26, üstünə 1 gəlirik, 27 olacaq. Cavabımız B variantı. İkinci sualda, bir ədədin 20% ilə 12%-nin fərqi 4-dür. Ədədimiz x olsun, onda olacaq %20x çıxılsın %12x bərabər olacaq 4-ə. Buradan da alınır %8x bərabərdir 4-ə. İxtisarlarımızı aparaq, ya da əvvəlcə x-i tapaq elə. X bərabərdir 4 bölünsün %8. Bu da olur 4 vurulsun 8-də 100 deməkdir. Bərabərdir. İxtisarlar gedir 1, 2 və 50 qalır. Cavab olacaq 50. Bizdən nə istəyir? Bu ədədin 21%-ni tapın. 50-nin 21%-ni tapaq. 50 vurulsun %21. Bərabərdir. İxtisar gedir 1, 2 qalır. 21 ilə 2 ixtisar gedir 10,5 qalır. Cavab olacaq 10,5. Yəni B variantı. Üçüncü sualda demək 2 üstü 6. Biz bunu sadələşdirək, yazaq 2 üstü 6. Vurulsun 8 üstü 3 yazaq 2 üstü 3. Onun da üstü 3. Vurulsun. Deməli 16-nı yazaq 2 üstü 4. Onun da üstü 2. Və bölünsün. Deməli 32 üstü 4 üstə gəl 32 üstü 4. Bu da eləyir 2 vurulsun 32 üstü 4. Biz 32-ni də necə yaza bilərik? 32-ni də 2 üstü 5 üstü 4 kimi yaza bilərik. Bərabərdir. Bərabərdir. Əvvəlcə sadələşdirək. Deməli 2 üstü 6 vurulsun 2 üstü 9 vurulsun 2 üstü 8 bölünsün. Deməli bölünsün 2 üstü 2 vurulsun 2 üstü 20. Bu da bərabərdir. Deməli üstlər toplanacaq 6, 9, 8 olacaq 23. 2 üstü 23 bölünsün 2 üstü 21. Yəni bunun üstü 1-dir. 1 ilə 20 toplanır 21. 2 üstü 2 edir. Bu da 4 edir. Yəni 2 üstü 23 çıxılsın 21 olacaq. Orada cavab olacaq 4. Yəni C variantı. Dördüncü sualda ABC üçbucağında bucaq C 90 dərəcədir. Deməli ABC üçbucağı çəkirik. Bucaq C bərabərdir 90 dərəcə. A, B, C 90 dərəcəlik bucağımız. Və bizə deyir ki, SK perpendikulyardır AB-yə. C-dən AB-yə perpendikulyar düz xətt çəkirik və K nöqtəsini qeyd edək. Bizə deyir ki, BK bərabərdir 18. 18-dir. AK bərabərdir 2. AK bərabərdir 2. Bizdən nə istəyir? Bizdən istəyir AK 2 olduğuna görə BC-ni istəyir. Biz KC-yə bir dənə H deyək. Onda olacaq H kvadratı bərabərdir MN düsturuna. Yəni 2 vurulsun 18. H kvadratı bərabərdir 36. Buradan da H çıxır 6. H-ımız 6-dır. İndi düzbucaqlı K, B, C üçbucağında BC tərəfini necə taparıq? Yəni KB üstə gəl, KB kvadratı üstə gəl, KC kvadratı bərabər olacaq BC-nin kvadratına da. Yəni BC kvadratı bərabərdir. KB-miz neçədir? 18. 18-in kvadratı
üstəgəl BC-miz neçə, KC-miz neçədir? 6. 6'nın kvadratı. Bu da alınacaq 324 üstəgəl 36. Bu da eləyəcək 360. 360. Aha, 350 60. Demək, BC-də bərabər olacaq. Kök altda 360. Bu da neçə eləyir? Kök altda 36 vurulsun 10'dur. Bu da 6 kök altda 10 eləyəcək. Yəni cavab olacaq 4'də D variantı. 5-ci sualda deyir ki, 5-ci sualda deyir, sadələşdirin. Biz bunu sadələşdirmək üçün bilirik ki, əmsalları qarşıya çıxardıb vuraq bir-birinə. Əmsallar nədir? 4, 3 və 12'də 5. Yəni 4 vurulsun 3 vurulsun 12'də 5. Və x üstü, x-in üstü deməli hansılar var? X üstü 4'də 1 var və x üstü 2'də 1 var. Bunları toplamaq lazımdır. Olacaq x üstü 4'də 1 üstəgəl 2'də 1. Çünki vurulur bir-birinə. Və y üstüdə nə var? 3'də 1 və 6'da 1 var. Bunları da toplayaq. 3'də 1 üstəgəl 6'da 1. Bərabərdir. 4 üçün 12 eləyir. 12 ilə ixtisar gedir. 5 vurulsun 5x. 4'də 1 üstə 2'də 1 gələndə 2'də 1 olacaq neçə? 4'də 2 olacaq 4'də 3. Y üstü 3'də 1 də olacaq 6'da 2, 6'da 3 eləyəcək. Yəni bu da 2'də 1 deməkdir. Deməli 5x üstü 4'də 3, y üstü 2'də 1. Cavab olacaq A variantı. 7-ci sual. Daha doğrusu 4, 5-ci sual. Bu 5-ci sualdır. 6-cı suala baxaq. 6-cı sualda aşağıdakı bir həllərin neçəsinin dərəcəsi 18'dir. Dərəcəni tapmaq üçün dəyişənlərin üstlərini toplayırıq. Olacaq 2 üstəgəl 9. Bunun dərəcəsi 11'dir. Burada 6 üstəgəl 6 2'nin bu da 12 olacaq. Demək 3 2'nin 6, 6 2'nin 12, 18. Cavab olacaq 18. Dərəcəsi 18'dir. 15 18'dir dərəcəsi. 6 12 20'dir bunun dərəcəsi. Sonra 6 2'nin 12 o da 3. Bunun da dərəcəsi 15'dir. Bizə 18 olanlar istəyir. 2 və 3'ün dərəcəsi 18. Yəni ikisinin B variantı olacaq. 7-ci sualda şəklə əsasən B1, B2, B3 bir-birinə paraleldir. X plus Y istəyir bizdən. X plus Y istəyirsə bizdən. Demək, bu şəkli yenidən çəkək. Və yenə paralel bir düz xəttə çəkək. Bizə bunların uzantılarını çəkək. Ümumiyyətlə paralel olduğuna görə uzantıları ilə bərabər çəkək. Aha. Deməli, bura 30 dərəcədirsə, 30 dərəcəsi. Biz bilirik ki, burada 30 dərəcədir. Onda bu bucaqda olacaq 180 dərəcə. Onda Y bucağımız neçə dərəcə olacaq? Y bərabərdir 30 plus 180. 210 dərəcə. Sonra 115 dərəcədirsə, 115 dərəcə. Bura qalacaq neçə dərəcə? Demək 70 olacaq. 115 dərəcəli bucağımıza qonşu bucaq 65 dərəcə. Çarpaz bucaq olduğu üçün X bucağı da olacaq 65 dərəcə. Deməli, x-imiz də bərabərdir 65 dərəcə. Bizdən x plus y istəyir. Yəni 210 plus 65 dərəcə. Bu da olacaq 275 dərəcə. Cavab olacaq A variantı. 8-ci sualda kök altda 3 bərabərdir 1,7. Bərabərdir 1,7. Bizə deyir ki, kök altda 75 bölünsün, yox, bir kökün altında
1 kökün altında kök altda 75 bölünsün 100. Biz bunu necə yaza bilərik? 100'ü kökdən çıxardarıq 10 eləyər. Kök altda 75'i də kök altda 25 vurulsun 3 kimi yazarıq. Bərabərdir. Kök altda 25'dən 5 çıxır. 5 kökdə 3 bölünsün 10. Bərabərdir. Deməli olacaq necə? 5 kök altda 3 də eləyir 1,7 bölünsün 10. Bərabərdir. 10 ilə 5 ixtisar edir. 1 qalır, 2 qalır. 1 10 ilə 7-ni də 2-yə böləndə olur 0,85. Yəni cavab C variantı. 9-cu sualla davam edək. 9-cu sualda deyir ki, şəkildə dairəvi diaqramda sınaq imtahanında doğru cavabların paylanılması göstərmişdir. Sınaq imtahanında 125 sual olarsa doğru cavab D bəndi olan sualların sayı nə qədərdir? Doğru cavabı D variantı olan. Bax, biz faiz olaraq götürək. Deməli, çünki 3'ü faizdən verilib. 20% üstəgəl 16% üstəgəl 24%. Üstəgəl 25'də 3 də %12 deməkdir. Yəni 12% olacaq. Bax, bu 25'də 3 olacaq. 4'ə vursaq sürəti məxrəcin olacaq %12. Bu da 12% deməkdir. Olsun 12 bərabərdir. Toplananda 40, 60, 72. 72%. 72% digərlərdirsə, 100'dən çıxan 72 bərabərdir 28% D variantıdır. 28% D variantıdır. Yəni 125'in %28'ini tapaq. 4'ə ixtisar gedər 7, 4'ə ixtisar gedər 25. 25 də ixtisar gedər 5 dəfə 5 7'nin 35 nəfər olacaq. Yəni C variantı. 10-cu sualda şəkildə bucaq A bərabərdir. Bucaq A bərabərdir 50 dərəcə. Bucaq A bərabərdir 50 dərəcə. Bucaq CFE bərabərdir 70 dərəcə. F YD'ni tapın. F YD. X bucağını tapın deyir. Bax, əgər biz CY qövsünə A dərəcə desək, BD qövsünə B dərəcə desək, bilirik ki A plus B bölü 2 bərabərdir 70 dərəcə olacaq. İkinci, A çıx B böl 2 bərabərdir 50 dərəcə olacaq. Yəni kəsənlər arasında bucağın xassəsinə görə nəyə bərabər idi? Qarşıdakı qövs çıxılsın yandakı qövs bölünsün 2 bərabər idi bucağa. Burada A plus B bərabərdir 140 dərəcə alınır. A minus B bərabərdir 100 dərəcə alınır. Tərəf-tərəfə toplasaq 2A bərabərdir 240 alınır. A'mız da olacaq. A qövsümüzün dərəcə ölçüsü olacaq 120 dərəcə. A'mız 120 dərəcədirsə 120 burada yerinə yazaq. 120 plus B bərabərdir 140. Buradan da B'miz bərabər 140'dan 120 çıxırıq qalır 20. X bucaq X nəyə bərabərdir? Qarşıdakı qövsün yarısına. Yəni bucaq B böl 2'yə. Yəni 20 böl 2 bərabər olacaq 10 dərəcə. Yəni A variantı. 11-ci sualda A ədədi B-nin 8'də 5'ini təşkil edir. A bərabərdir 40 olarsa A ədədi B-nin 8'də 5'ini təşkil edir. Yəni A bərabərdir 8'də 5 B. Və bizə deyir ki A bərabərdir 40'dır. Yəni 8'də 5 B bərabərdir 40'a. B bərabərdir 40 bölünsün 8'də 5. Bu da olacaq 40 vurulsun 5'də 8. Olacaq 64. B'ni tapın, cavab olacaq C variantı. 12-ci sualda düzbucağının diaqonallarının yarısı 5 cm. Tərəflərindən biri
Düzlanın diagonallarının yarısı 5 cm. Diagonalının yarısı 5 cm. Tərəflərinin biri 6 cm. Perimetri tapın. Demək, düzbucağının yarısı 5 cm. Deyək ki, bu yarısı olsun 5. Onda tamamı da olacaq, digər yarısı da olacaq 5. Tamamı olacaq 10 cm. Diagonallarından biri 6, tərəflərindən biri 6 cm-dirsə, Pifagor teoreminə görə digər tərəf B olsa, bax 6-nın kvadratı üstə gəl. B-nin kvadratı bərabərdir 5, 5, 10 eləyəcək. 10-un kvadratı, yəni hipotenuzun kvadratı. 36 plus B kvadratı bərabərdir 100. B kvadratı bərabərdir 64. B bərabərdir neçə alınacaq? 8 alınacaq. B 8 isə perimetri tapa bilirik. P bərabərdir 2 vurulsun 6 plus 8. 2 vurulsun 14. Cavab olacaq 28. Yəni C variantı. 13-cü sualda 3A plus 1 tək ədəd olarsa, aşağıdakı ifadələrdən hansı həmişə təkdir? Bax, 3A plus 1 necə ifadədir? Tək ifadədir. Nəyin üzərinə 1 gəlsək tək olar? Cütün. Deməli, 3A-mız cüt imiş. 3-ün nəyə vursaq cüt olar? Cütə. Deməli, A-mız nədir? A-mız cütdür. Deyir ki, hansı həmişə tək olar? A-mız cütdüsə, D variantına baxaq. 5A plus 3. Həmişə tək olacaq. Çünki 5A-mız cüt olacaq, üstünə tək gələndə cavab olacaq tək D variantı. Alıcı bir malın qiymətini 20% aşağı salıb 320.000 manata satdı. Malın satış qiyməti neçədir? Alıcı bir malın qiymətini 20% aşağı salıb. 20% aşağı salıbsa 80%-ə neçəyə bərabərdir? 320.000 manata. Bəs yaxşı, malın qiyməti, satış qiyməti 100%-i neçədir? X-a. 80x bərabərdir 32, 320.000 vurulsun 320.000 vurulsun 100. Deməli, x də bərabərdir 320.000 vurulsun 100 bölünsün 80. 0-ın 1 ilə 0-ın 1-i gedər. Bunlar x-ə gedər 4 dəfə. Yəni olacaq 40.000. 40.000 də 10-a vuranda olacaq cavab 400.000. Yəni malın satış qiyməti 400.000-miş. Cavab D variantı. 15-ci sualda deyir ki, P çoxluğunu verib. Q çoxluğu deməli 1-10 arasında tam ədədlərdir. Yəni P çoxluğumuzu yazaq. 2, 4, 6, 8 və 10. Q çoxluğumuz nəyə bərabərdir? Q çoxluğumuz x 1-10 arasında tam ədədlər. Yəni 2, 3, 4, 5, 6, 7, 8 və 9 olacaq da. Ondan kiçik, birdən böyük tam ədədlər. Bunların kəsişməsinin elementlərinin sayını istəyir. Əvvəlcə kəsişməsini tapaq. P kəsişmə Q bərabər olacaq. Kəsişməsi hansı elementlərdir? 2-dir, 4-dür, 6-dır və 8-dir ortaq elementlər. Cavab olacaq 2, 4, 6 və 8. Deməli, N, P kəsişmə Q bərabər olacaq 4. 4 elementi var. Cavab E variantı.